Salam, hər vaxtınız xeyir olsun. Bugün qatları tək-tək sayılan, yumuşaq ağızda olan badam bura resepti bölüşürəm. Bir çay qaşığı mayanın üzərinə su əlavə edib qoyuram aktivləşsin. 1 kilo unun üzərinə duz, şəkər tozu əlavə edirəm. Üzərinə 200 qram xama, 4 ədəd yumurta, 3 sarısı, 1 ədəd bütöv, 100 qram kərə yağı, mayanı və süd əlavə edib xəmir hazırlayıram. Badam buranın xəmirini bulka xəmiri kimi yumuşaq etmirəm. Biraz bərk xəmir hazırlayıram. Bütün ərzaqları birləşdirdikdən sonra masanın üzərində xəmiri bir gözəl yoğururam. Çox gözəl xəmir alındı. Xəmir hazır olduqdan sonra üzərini örtüb yarım saat dinləndirirəm. Xəmir yarım saat dinləndikdən sonra 9 ədəd kündəyə ayırıram. Kündələrdə hazır olduqdan sonra unladığım taxtanın üzərinə yığıb, üzərini də paketlə örtüb, kündələri də yarım saat dinləndirirəm. Kündələr dinlənərkən içilik hazırlayıram. Qabağı təmizlənib, qovrulmuş badamı rondodan keçirdib üyüdürəm. Badamı üyütdükdən sonra başqa bir qaba əlavə edirəm. Üzərinə şəkər tozu, hil əlavə edib qarışdırıram. İçilik də hazırdır. Kündələrdə yarım saat dinləndirdikdən sonra unlayıb olduqca böyük, nazik yuxa açıram. Kündələrin 9'unu da bir dəfəyə yayıb süfrənin üzərinə yığıb, üzərini də örtürəm ki, mən digər yuxaları yayarkən yaydığım yuxaların üzəri qurumasın. Bütün yuxaları yaydıktan sonra hazırlayacağım masanın üzərini bitki yağı ilə yağlayıram ki, xəmiri bükərkən masaya yapışmasın, rahat bükülsün. Yuxanı yağladığım masanın üzərinə yerləşdirib kənarından dartıb nazildib və genişlədirəm. Yuxaları da yaydıktan sonra dinləndirdiyim üçün çox gözəl dartılır. Bütün yuxaları kərə yağı ilə yağlayıb üst-üstə yığıram. Əlimin üstündən yuxanın kənarından dartıb genişlədirəm.
Bütün yuxaları yağlayıb üst-üstə yığdıqdan sonra kənarını kəsib düzləşdirirəm. Rulet şəklində bərkidərək bükürəm. İki santi böyüklüyündə xəmiri dilimlərə ayırıram. Xəmirin hazır şəklini də sizə göstərim. Necə gözəl qat-qat, dümdüz badambura xəmiri alınıb. Padnosa yığıb üzərini örtüb bu şəkildə də yarım saat dinləndirirəm. Bunları da yarım saat dinləndirdikdən sonra başlayıram hazırlamağa. Kənarını üzərinə qatlayıram. Əlimlə basıb boş yer açıram. Üst qatını əymədən. Üç, 4 çay qaşığı içlik yerləşdirib kənarını birləşdirirəm. Üzərinin qatı əyilibsə, bu şəkildə edib düzləşdirirəm. Badambura şəkil verirəm. Bütün xəmiri bu qayda ilə hazırlayıram. Yağlı kağız sərdiyim soba listinə düzüb, üzərini örtüb, soba listində də 20 dəqiqə dinləndirirəm. 20 dəqiqə soba listində dinləndirdikdən sonra 150 dərəcədə 50 dəqiqə bişirirəm. Badamburalar bişdi artıq, hazırdır. Soyduqdan sonra üzərinə şəkər pudrası səpirəm. Bu reseptlə 25 ədəd badambura alınır. Qatları tək-tək sayılan, yumuşaq, ağızda ovulan çox kövrək badamburalar alınır. Bu reseptlə siz də hazırlayın. Həm bərəkətlidir, həm çox dadlı, çox gözəl badamburalarınız alınacaq. Videonu bura qədər izləyən hər kəsə çox təşəkkür edirəm. Yeni videolarda görüşənədək sağ olun.